Yes. Əfqan, mən bir sualım var sənə əziz qardaşım. Buyurun. Deməli, burada DTX-nın qarşısında aksiya keçirirsiniz və əlinizdə də yazmısınız, göstərirsiniz. Belə bir təcrübə Azərbaycanda da olubmu? Yəni Azərbaycanda sən özün məsələn çox aksiyalar keçdirmisən və ya keçirilən aksiyalarda iştirak eləmisən. Səndən əvvəl də olub, aksiyalar olubdur. Səndən indi sən orada yoxsan, güclü olmasan, ondan sonra sən həbsdə olanda ki, orada olmağı mümkün deyildi. Ümumiyyətlə, Azərbaycanda belə bir aksiya keçirilməsi yadıma gəlirmi? Belə bir şey olubmu? Azərbaycanda mən yadıma bəlkə də biraz xatırlamaram, amma Azərbaycanda tək adamlıq aksiyaları olur. Məsələn, Sevinç Sadıqova, həyat yoldaşım gedib özü-özünü çəkib Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında, nə bilim, kimsə gəlir vətəndaş olaraq, fəal olaraq fərqi yoxdur. Öz haqqını tələb edən gəlir, Daxili İşlər Nazirinin falan qarşısında, amma şəxs olaraq gəlir də. Mən fərd olaraq gəlib oradan şəxsi sinəsi istəmirəm axı. Bugün parlamentin qarşısına çıxsam, məsələn, ta ki bir 5-10 gün Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında olacaq. Ondan sonra gedəcək baş prokurorluğun qarşısına o plakatlarına etiraz edəcək, tələb edəcək. Sonra Ədliyyə Nazirinin qarşısına ki, sən hakimiyyətin xatırlayırsa, ikinci dəfə mən administrativ inzibati qayda həbs olunanda əlimdə plakat vardı. Gəldim Tiflis şəhər məhkəməsinin qarşısında tutdum ki, Gürcüstan ədliyyəsi batır, məhv olur. Bütün məhkəmə hakimlər Bicini Banışvilinin siyasi sifarişlərini icra edirlər. İndi biz Konstitusiya məhkəməsinin qarşısında olacaq bir neçə gün. Yəni bilirsiniz necədir? Mən adicə parlamentin qarşısında hər gün paylaşım eləyirəm də burada. Mən baxıram ki, o qədər də çoxuna maraq vermir trollara. Amma 3 gündə artıq Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında paylaşım edirlər. Ağızlarına gələn trollar yazırlar. Yəni parlamentin qarşısında artıq məsuliyyət deyil də, məsuliyyət ümumi gedir. Məsələn, hakimiyyət quldurdu deyəndə hamısı ki, mənə ümumi deyir. Amma bir fərd olaraq Dövlət Təhlükəsizlik Xidmətinin qarşısına çıxıb deyəndə ki, sən dövlətin təhlükəsini qoruyursan, yoxsa İvanişvilini qoruyursan. Axı dövlət təhlükə altındadır. Sən konstitusiyanı qorumalısan. Konstitusiyanın dediyi maddələri, dövləti, xalqı, filanı bunları qanunları qorumalısan. Sən artıq bu yüklənir, bunlar ondan ehtiyat edir. Parlamentin qarşısında nə bilim, gecə vaxtıdır. Burada onsuz da bir adam yox, görən yox, gələn yox. Həm də ki, əksinə. Mən belə başa düşürəm ki, əksinə bölünmək lazımdır. Mən elə düşünürəm. Bölünmək lazımdır. 20, 30, 50 nəfər Ədliyyə Nazirinin qarşısına, oradan baş prokurorun qarşısında, oradan Dövlət Təhlükəsizlik Xidmətinin falan belə artıq bu təlimdən özüm praktikada yavaş-yavaş burada da görürəm ki, ola bilər müxtəlif fərqli insanlarlar, milli psixologiya, amma görürəm yox. Azərbaycanda da, məsələn, İlham Əliyevdən danışanda heç çox, amma Əlin Ağayevin adını tutanda, yaxud da ki, vilayət Eyvazovun adını tutmaq olmur, ha. Gecə yatırsan, səhər dursan 1000 nəfər tökülüşüblər üstünə. Yəni, demək orada şey var da, harada qorxulur, ora barmaq soxmaq lazımdır ki, demək bunların yaralı yeri, qorxacaq ora. Demək, Əfqan, İlham Əliyev ümumi isimdir, Vilayət Eyvazov xüsusi isimdir, belə çıxır da. Xüsusi adamları söylüyor, ümumi söyləyəcək. Onsuz da hakimiyyət belə bir fikir. Hakimiyyət deyəndə məndən soruşurlar ki, İlham Əliyev nə qədər təhlükəlidir? Deyirəm, valla baş açmaq olmur. Azərbaycan elə bir oyunu başı. Bilmirsən, müqavvadır, Əlin Ağayevlər falanlar ölkəni idarə edir, yüklər onun üstünə. Bilmirsən, bu doğrudan da baş açmaq olmur. Yəni elə bir vəziyyətə nədir var ki? Doğrudan, təbii ki, hara fırlasın, hara çevirsin, İlham Əliyevin boynunda yük. Çünki ölkənin rəhbəri olaraq bütün müqavilələr o adından sərəncamlar gedir. Siyasi məhbuslar azadlığa çıxmağı və yaxud da ki, gedir Trumpla görüşür digər ölkədə. Yəni bu gedir. Əlin Ağayev getmir ki ora. Bütün məsuliyyət İlham Əliyevin üstündədir. Təbii ki, İlham Əliyev istəsə sabah Bəylər Əyibov indi yalan da olsa falan sabahları əmr verər ki, Əlin Ağayev işdən azad olundu. Necə Ramiz Mehdiyev vətən xaini çıxartdılar. İndi Əliyev çıxartdı, Nağıyev çıxartdı, kim çıxartdı bilmirəm. Yəni ki, bunlar bilmək olur ki, Azərbaycanda bir hakimiyyət deyil. Diktatura deyir bir nəfərin, diktatura bir nəfərin hakimiyyəti. Amma Azərbaycanda Vilayət Eyvazov bir hökumət deyil, Əlin Ağayev bir hökumət deyil, hamısı bir hökumətdir. Bilmirsən, neçə hökumət var bu hakimiyyətdə? Neçə hökumət var Azərbaycanda?